Salam dəyərli dostlar. Bakının Pirallahı rayonunda Gürgən qəsəbəsi var. Yəqin ki, bəziləriniz adı ilk dəfə eşitdiniz. O məktəbin direktorunun səs yazısı yayılıb. Müəllimlər ona ad günündə deməli hədiyyə almaq istəyiblər və o da 600 manatdan gedir söhbət. Deyib ki, mənə dilənçi payı lazım deyil. Və Bakı şəhər təhsil idarəsindən də bildirilib ki, məsələ araşdırılacaq. Bura qədəri əla və mən hesab edirəm ki, ümumiyyətlə bu kimi halların qarşısı alınmalıdır, cəza olmalıdır və s. Amma gəlin baxaq görək bugün şəhərin mərkəzindəki məktəblərdə bəlkə də hər həftə bu qədər pul yığılır. Yəni bax, Səbail rayonu, Nəsim rayonu, Yasamal və s. Yəni Pirallahı ən ucqar rayonlardan biridir də Bakı şəhəri üçün. İndi görün, bu Pirallahıdan bu səs yazısı gəlib çıxırsa, lazım olsa o məktəblərdən də gəlib çıxa bilər. Amma niyə gəlib çıxmır? Bax, orası ayrı bir sualdır. Görünür ki, indi bu biraz təcrübəsiz direktordur. Burada da yazılıb 2 ilin direktorudur, gənc kadrdır, biraz xamlıq eləyib, necə deyərlər. Amma Bakıda elə məktəb direktorları var ki, bəlkə də hər bayramda bir maşının pulunu yığırlar, amma səs sorağı yoxdur. Və bütün hallarda bu fakt üzrə cəza tədbiri görülməlidir. Yəqin ki də görüləcək, direktor vəzifəsini itirəcək və yaxud da şiddətli töhmət. Amma yəni bu nə Bakı şəhərində, nə ölkədə ilk və sonuncu direktor deyil və nə qədər ki təhsil sistemimizdə belə deyək də o qoca qurtlar ki var, oturublar orada müəyyən yerlərdə belə o strateji nöqtələrdə falan onlar var. Belə halların da sayı getdikcə artacaq. Siz yazın görək, övladınızın təhsil aldığı məktəbdə vəziyyət nə yerdədir?